Bizə Elnur doktor göndərmişdi. Bəli, Elnur doktor tərəfindən göndərildi. Biopsiya üçün xəstənin qalxanma vəzinin arxa tərəfində, sol payın arxa tərəfində böyük bir ölçüdə 2 sm-dən də böyük ölçüdə bir düyün var. Yəni tiraz 3 kimi dəyərləndirilir və aser tiraz təsdifatına görə 2 sm üzərində, 2.5-in üzərində olan düyün biopsiya olunmalıdır. Avropa tirazına görə isə 2 sm üzərində olan düyün biopsiya olunmalıdır. Hal-hazırda biz pasiyenti biopsiya edəcəyik, amma pasiyent biopsiyadan qorxur. Niyə qorxsan? 4 il bundan qabaq vermişəm, doktor çox incidir. Ağrı Ağrılı, bəli. Çox ağrılı. İndi bizim də biopsiyanı dəyərləndirərsən, müqayisə edərsən. Bir dənə mən ilan salan zaman sizə məlumat verəcəm ki, uyğundur. Yaxşı? Olur. Biz öncə düyünü gətiririk ekran ortasına, yəni bu ekran ortasına və bundan sonra isə iğnəni salacağımız yeri müəyyən edirik, hardan salasıyıq və artıq biopsiya üçün hazırdır. İndi uyğun bursuz, yaxşı. Burada sakit. Bitti. Vəssalam. Artıq biz düyün içərisini daxil etmişik. Siz danışmayın, mən rahat bir yer götürəcəm. Tərpətdiyim iğnənin ucudur. Hər tərəfdən yavaş-yavaş hərəkət etdirərək götürməyə çalışıram. Yəni iğnəni düyün içərisinə daxil edən zaman cəld hərəkətlər lazım deyil, asta-asta, yəni bu şəkildə və bir əlimizdə isə şprisin porşenini geriyə çəkirik ki, orada mənfi təzyiq yaransın və yetərli bir material götürə bilək. Rahat ol, yekunlaşdır. Çox bitdi. Heç qorxmağımı dəyməsin. Indi dinən görüm, fərq var. Çox. Çox, onda bir nəfəsim gedirdi. Ağrısı da çox idi. İnşallah cavab da yaxşı gələr. Ona yox, mühadisəsiz. Yaxşı oldu. Cavabda biz Elnur doktora göndərəsirik ki, cavaba uyğun qərar verilsin. Oldu, Allah kömək olsun sizə. Keçmiş olsun. Narahat olmağıma dəyməz.